Birinci Dünya müharibəsi başlayanda bu müharibəyə Osmanlılar da qoşulmuşdular və Osmanlıların əsas rəqiblərindən biri Qafqaz cəbhəsində Rusiya idi. Və müharibədə düzdür Osmanlılar məğlub oldular, lakin müharibədə Osmanlıların ruslar üzərində maraqlı qələbələri də olmuşdu. Bunlardan da biri Birinci Dünya müharibəsinin Rus-Osmanlı cəbhəsində ilk Osmanlı qələbəsi Köprüköy əməliyyatı idi. Həmin əməliyyat 12 noyabr 1914-cü ildə olmuşdur. Belə ki, Osmanlı ordusunun komandanı Həsən İzzət Paşa, Rus ordusunun komandanı isə general Georgi Bergman idi. Rusların məqsədi Köprüköy ərazisindən Sarıqamışa keçmək, oradan Alaşkert dərəsini ələ keçirmək və dalınla Artvin, Ərdahan və Ərzurum ərazilərinə hücumu genişləndirmək idi. Və hücumun ilk dövrlərində, yəni 2-7 noyabrda Rus ordusunun əməliyyatları uğurlu oldu. Lakin Ruslar böyük bir səhv etdilər. Onlar ordunu iki hissəyə böldülər ki, ayrı-ayrı yerdən Osmanlı qarnizonunda Osmanlı ordusunun arxasına keçsinlər. Bundan da Həsən İzzət Paşa istifadə elədi. Və 7 noyabrda əks hücuma keçdilər Osmanlılar, 11-12 noyabrda isə Rusları tamamilə geri otuzdurdular. 15 noyabr 1914-cü ildə hücumu davam etdirən Osmanlı əsgərləri Borçqa, Artvin və Ərdəniz ərazilərini Ruslardan tamamilə təmizlədilər. Döyüşdə 2000-ə yaxın Rus öldürüldü, 4000 nəfər isə yaralanmışdı.